Xanımlar, günə başlayırıq və mən çölə çıxacağam, onun üçün hazırlaşıram. İstifadə etdiyim məhsulları sizə göstərəcəm. Hal-hazırda, yəni üzümə Faberlic'in deməli, üz yuma geli ilə yuyduqdan sonra qara nöqtələr üçün, problemli dərilər üçün olan məhsuldan istifadə etmişəm. Bu losyondur. 120-72 artikulu losyonla üzümü sildikdən sonra qara zirə tərkibli, yağlı problemli dərilərdən ötürü olan kremdən istifadə etmişəm. Dərini nəmləndirmək üçün, nəm balansını, yəni belə deyim də, tənzimləyir. Yağlı dərilər üçündür. Və bu isə 50 SPF-dir. Vazgeçilməzimdir, bitdi. Yəni üzümdə başqa heç bir şey yoxdur. Tananla istifadə etməmişəm. Hər gün yəni 50 SPF istifadə edirəm. Başqa üzərindən heç bir şey işlətmirəm. Və indi isə Faberlic'in yeni çıxan tujundan istifadə edəcəm. Gəlin birlikdə sınaqdan keçirək. Və xanımlar, budur artıq hazırdır. Baxın, çox gözəl görsən. Rəngin gözəlliyinə baxın qızlar. İndi mən çölə çıxanda da göstərəcəm sizə. Burada tam işıqdan görsənmir. Həm mənim kipriklərim kiçikdir, həm də seyrəkdir də belə deyim. Amma onu görün nə gözəl o eləyibdir. Baxın, görürsünüz, həm uzadıbdır, həcmləndiribdir, həm də uzadıbdır. Çox gözəl bir məhsuldur. Artıq onu da deyim sizlərə. Üzərində yazılmayıb qızlar. Üzərində yazılmayıb da, amma baxıb bura yerləşdirəcəm artikulun. Çox qəşəngdir, yeni çıxan bir məhsuldur və mən yeni çıxan Tempaletdən istifadə edəcəyəm. Çox gözəl teksturası var. Burada nəsə ışıqdan yaxşı görsənmir. Yəni, amma uje çox oldu. Mən bunu yayım biraz. Yəni, bir damcı belə vurmaq kifayətdir. Və bizim belə bir bronzer də çıxıb qızlar. Bunu da sınaqdan gəlin keçirdək. Bunların hər birisi yeni çıxıbdır. Çox qəşəngdir qızlar. Bronzerdir. Belə də göstərim sizə. Bu cür də istifadə edə bilərsiniz. Parıldadır həm də. Çox qəşəngdir. Yəni qoxusu falan da gəlmir. Bəzən xanımlarımız deyir ki, yəni qoxuları mənə təsir edir kosmetikalarında. Yəni bizdəki kosmetikaların elə bir qoxuları yoxdur, qoxusuzdur. Və qızlar, bir şey də unutdum. Mən mütləqdir ki, hər gün göz ətrafı kremindən də istifadə edirəm. Gündüzləri 140-10 olan bu məhsuldan istifadə edirəm. Gecə bu qidalandırıcıdır. Yəni gecələr isə retinoldan istifadə edirəm. Və dodaq boyama keçək. Qızlar, artıq mən çəkdim. Baxın, Faberlic'dəndir bu dodaq karandaşı. Əvvəlcə mütləq konturlamaq lazımdır. Yəni mən kontursuz istifadə etmirəm dodaq boyasını. İntiham şəkildə düzəldim. Və budur qızlar, mən artıq istifadə etdim. Kodu üzərində uje silinibdir məndə. Ən tünd rəngdə olandı. Və dodaq boyası isə Faberlic'indir. 4987-dir. Baxın, uje bitirmişəm. Yenisini sifariş vermişəm, gələcəkdir. O qədər sevirəm ki bunu. Düz dodaq boyalarım çoxdur qızlar. Amma ki, bu vazgeçilməzdir. Mənim ən çox sevdiyim, özümə yaraşdırdığımdır. Siz də özünüzə uyğun olanlardan sifariş edə bilərsiniz. Belə. Və qızlar, bu bronzeri biraz da bu hissəmə daha çox vurmaq istəyirəm. Baxın, bu cür vurduqda daha da yaxşı olur. Yəni kölgə yaradır da, özünüz bilirsiniz bronzerin istifadəsini. Belə. Yüngül teksturası var və onun əsas məlumatını verim. Bir də istifadə zamanı, istifadə etməmişdən əvvəl soyuducuya qoysanız daha yaxşı effekti olur. Çox qəşəngdir.
Belə qızlar, bu da mənim, yəni makiyajımdır. Bir o qədər çox makiyaj etməyi, sevmirəm. Bu günlərim çölə çıxdığım üçün, kiçik bir makiyaj etmək istədim, azca olsa da. Yəni sizinlə də bunu bölüşmək istədim ki, mənim, gündəlik istifadə etdiyim məhsullar bunlardır. Fabrlikin bütün məhsulları gözəldir. Siz də əgər Fabrlikdən istifadə edirsinizsə, nə gözəl, amma istifadə etmirsinizsə, mütləq alıb Fabrlikin kosmetik və yaxud da üzə qulluq məhsullarından istifadə edə bilərsiniz. Hələ də Fabrlikdə olmayan xanımlarımız varsa, yazsın mənə, indirim kodu açın, bütün məhsulları indirimli qiymətə əldə edin. Qızlar, mən artıq hazıram, üzərimi dəyişdim, saçımı yığdım və son olaraq da Fabrlikin parlatıcısından istifadə edəcəm. Dodaq boyasının üzərindən istifadə etməyi sevirəm. Baxın. Tək də istifadə edə bilərsiniz və yaxud da dodaq boyasının üzərindən istifadə edə bilərsiniz. Mən çox sevirəm. Dodağa çox gözəl parıltı verir. Yeni çıxan məhsuldur. Baxın, görünüşdə çox qəşəngdir. Belə bir burloku da var. Və artikulunu da deyim, 47-706 da artikuldur. İndi mən sizə çöldə də çıxanda yenə də video çəkib yerləşdirəcəm bura. Baxın, tam şəkildə makiyaj necə görsənir, üzdə necə qalır göstərəcəm və ən əsası turju da göstərəcəm. Çöldə daha yaxşı görsənir. Və xanımlar, artıq çıxmışam, çöldəyəm. Göstərmək istəyirəm sizə də. Görün nə gözəl görsənir. Tuj da gözəl görsənir, kipriyimdə, makiyaj da çox gözəl görsənir. Baxın, yəni dəridə oturuş falan çox qəşəngdir. Belə pür qalmır da dəridə, çopurlama falan və yaxud da başqa bir şey olmur. SPF-imizin parlaqlığıdır, rumyanadır, dodaq boyasıdır və tujda istifadə etdiyim. Belə göstərim. Çox gözəldir hər birisi. Siz də Fabrlikdən istifadə edə bilərsiniz. Hər bir məhsulumuz superdir.